Bugün güvəni təşkil etdik. 11-ci sinif 2-ci qrup A variantının sualların izahı ilə tanış olacağıq. Vaxt uzatmadan suallarımıza keçək. 61-ci test tapşırığında Şəddadi hökmdarı Fəzil ibn Məhəmməd ilə Haqqoyunlu hökmdarı Yaqub padişahın oxşar cəhətini soruşur. Burada cavabımız uşaqlar B variantı olacaq. Hər iki hökmdar Şirvanşahlarla qohumluq münasibətləri saxlamışdı. 60-cı test tapşırığımızda verilən hər üç xüsusiyyətin aid olduğu ərazi, Aras Türk Respublikasının yaradılması, erməni idarəçisinin fəaliyyəti və Səməd bəy Cəmliski. Bu təbii ki, burada Naxçıvandan söhbət gedir və cavab olacaq D variantı. 63-də Qəznəvi dövlətinin süquta uğradığı ildə Xaslı ordusu Qəznəvi dövləti 1187-ci ildə süquta uğrayıb və bu ildə Təbəriyyə döyüşü baş vermişdir. Səlahiddin Əyyubi sərbəstləri məğlub edərək Qudüs şəhərini geri qaytarmışdır. 64-də 14-cü əsrdə Azərbaycan-Gürcüstan münasibətlərinin daha da möhkəmlənməsinə səbəb oldu. Qara Yusufu görürəm, çıxıram. Qara Yusuf 15-ci əsrdir. 4-cü Davidi görürəm, burada bunu çıxıram. 4-cü David 1125-də ölüb, bu 12-ci əsrdir. 3-cü Georgiyeni görürəm, bunu da çıxıram. Bu da 1173-də baş verir, bu da 12-ci əsrdir. İbrahimin vasitəsilə Gürcü çarının Əmir Teymurla sülh bağlaması, bəli, bu 15-ci əsrə aiddir. Cavabımız olacaq D variantı. Slavyanların basqınlarından xilas etməsi 1175-ci ilə aiddir, 12-ci əsrə. 65-ci test tapşırığımızda uyğunluğu tapacağıq. Kərim ağa Fatih tarixçidir, İskəndər bəy Hacıski də tarixçidir. Deməli, biz 4 cavabları gətirməliyik. Möhsin bəy Xanlarov kimyaçıdır, Əli bəy Hüseynzadə kimyaçı deyil. 3 cavablardan çıxırıq. Cavab qalır D variantı. Mirzə Kazım bəy və Əhməd bəy Ağayev şərqşünas olublar, bəli. 66. Göstərilənlərin nəticəsidir. Bizans imperatoru hər il vergi ödəyəcəkdi. Anadolu'da böyük bir hissəsi həmişəlik türk torpağı olacaqdı. Bu təbii ki, 1071-ci il Malazgirt döyüşü nəticəsində Bizansın məğlub edilməsi ilə baş vermişdir. Sonra 67-də Atabəy Əbubəkirin Monqol xanı Çingiz xan ilə oxşar, el tutmuş xanın fərqli cəhəti olacaq. Çin üzərinə yürüş bu Əbubəkirə aid deyil, oxşar ola bilməz. Sonra B variantında Xarəmşahların məğlubiyyətə uğradılması, bəli, cavabımız elə bu olacaq. Həmədan döyüşündə Əbubəkir, Çingiz xan da 1219-21-ci illərdə. Dehli sultanlığı isə Xarəmşahlarla mübarizə aparıb, əksinə nə olub? Onları bax burada E variantında yazılan, onları himayə edib, sığınacaq verib. Cavab olacaq B variantı. Sonra 68-də Məzdəkilər və Xürrəmlər hərəkatları arasında ortaq xüsusiyyəti soruşur. İnsanlar arasında əmlak bərabərliyi doğrudur. İstiqlaliyyət deyirsə, bu bilirsiniz ki, Xürrəmlər hərəkatına aiddir və feodal zülmünə qarşı üsyana qalxmışlar, doğrudur. Bizans imperiyasının köməyinə istifadəmiş yanlışdır. Burada cavab elə A variantı olacaq. Bu da sadə sualdır. Tez-tez istifadə olunan suallardandır. Deməli, xaslı yürüşləri şərq ölkələri ilə ticarət əlaqələri üçün əlverişli mövqedə yerləşməsi Cənubi Fransada şəhərlərin inkişafına təsir göstərdi falan filan. Bunu oxumusunuz yəqin. Məsələyə əsasən hansı nəticəyə gəlmək olar? Fransa xaslı yürüşlərində məruz qalmışdı. Bu yanlışdır. Əksinə Fransa özü iştirak etmişdi xaslı yürüşlərində. Mərkəzləşmə cənubda yox, şimalda başlayıb. Paris Cənubi Fransanın yox, Şimali Fransanın iqtisadi mərkəzinə çevrilmişdi. Fransanın cənubunda feodal münasibətləri zəif inkişaf etmişdi. Bəli, cavabımız elə D variantı olacaq. Elə səhvdir. 19-cu yüzilliyin birinci yarısında Şimali Azərbaycanda yaradılmış müstəmləkə rejimi üçün xarakterik deyildir. Baxın, diqqətli olmaq lazımdır. Baxın, xarakterik deyil deyirsə, mən burada Şamaxı quberniyasını görürəm, cavablara gətirirəm. Sonra mülki cinayətlərə, daha doğrusu mülkədarların kəndlər üzərində polis məhkəmə hüququnu görürəm. Bu nə zaman ləğv edilib? 1865-ci ildə. Deməli, ikini də cavablara gətirirəm mən. Və xanlıqlar və sultanlıqların əyalət, dairə və distansiyalara çevrilməsi isə doğru fikirdir. Yəni, 1-ci əsrə aid olduğuna görə cavab olacaq C variantı. 71-də Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. 1-ci İbrahim Cahanşah və Uzun Həsənə aid. Azərbaycanda yeni dövlətin əsasını qoyan Uzun Həsəndir. Deməli, 3-ə A variantı olmalıdır, düzdürmü? 3-ə A variantını gətiririk biz. Bir də E-yə baxsaq cavabımız çıxacaq. Samur sahəsində Səfəvləri məğlub edən kim idi? Cahanşah idi. Ona görə bunu E-yə aid edəcəyik. Cavab olacaq elə E variantı. Bir də D-ni də bura gətirsək, bəli, problem yoxdur. Demək, 71-də cavab oldu E variantı. 72-ci test tapşırığımızda müasir xəritədə rəqəmlərlə verilmiş dövlətlərin 15-ci əsrinə aid olan xüsusiyyəti tapacağıq. Deməli, 2 İngiltərədir, İngiltərə, 3 Fransadır, 1 isə İspaniyadır. Düzdür? 15-ci əsr dediyinə görə, baxın, bura 15 yazırıq ki, diqqətli olaq. Jaklar üsyanı nə zamandır? 14-cü əsr. Bunu çıxdıq. Tudorlar sülaləsinin hakimiyyətə gəlməsi Tudorlar İngiltərədə idi 1485-ci ildə. Deməli, 2-yə biz B-ni gətirməliyik. Və Azinkur döyüşündə məğlubiyyətə uğraması Fransa idi. 3-ə də C-ni gətirən kimi bizim deməli, nə olacaq cavabımız? Aha, 2 dənə cavabımız qalır yenə də. A-nı da biz çıxmışdıq cavablardan. Qaldı B variantı.
Aydındır. Tez-tez deyirəm uşaqlar. Yəqin ki, başa düşərsiniz. Məntiqi ardıcıllığı tamamlayın. Monqolların Azərbaycana 3-cü yürüşü baş verir. Hülakülər dövləti meydana gəlir və bunun nəticəsində nə olacaq? Ticarət donanması yaradılması Salarilərə aiddir. Abbasilər xilafəti asla salınmır, tamamilə son qoyulur. Təbriz ilk səfər Əvvalilərin dövründə paytaxt olub. Xaricət cəhalləti isə 1225-də gəlir, 31-də gedir. Deməli cavab olacaq D variantı. Bəli, keçən Monqol feodalları hökmranlıq edirdi. 74-də 1918-ci iyunda AXC hökuməti ölkənin ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə ərzaq və bəzi xamal məhsullarının xaricə çıxarılmasına müvəqqəti qadağa qoydu. 19-da Dövlət Bankı fəaliyyətə başladı. Milli pul var. Onlar azıq qurumlarının biri idi. Mətnə əsasən AXC-nin iqtisadi tədbirlərinin solon islahatlarla ümumi cəhətində nə olacaq uşaqlar? Bunun hamımızda əzbər bildiyi bir çox sınaqlarda istifadə olunub. Ərzaq məhsullarının ixracının qadağan edilməsi. 75-ci testimizdə Firon 3-cü Tutmosla Makedoniya İskəndərin oxşar cəhəti mənim gözümə avtomatik nə deyir? Suriya və Fələstin. Bunlar şablonlaşmış şeylərdir artıq. Demək 76-da səbəb-nəticə əlaqələrinin doğru göstərildiyi bəndi müəyyən edəcəyik. Zaqatalada Hacı Murtuzun rəhbərliyi ilə kəndlilərin üsyan qaldırması, Çarizmin demək komendant baxın Hacı Murtuz 1863-dədir. Komendant 1840-da ləğv edilib. Bu uyğun deyil. Mazut Konstitusiyasının qəbul edilməsi Bakı Ağnefs Mazut Konstitusiyası 1905-dədir, 4-dədir hətta. Bakı Ağnefs zavodu isə 1893-də yaranıb. Bax bunun da əlaqəsi yoxdur. Seçkili orqan olan vahid kənd idarəsinin yaradılması, müxtəlif kənd qruplarının vahid adlı mülkədar tabelisi, bax seçkili kənd orqanları nə zaman idi? 1865. Mülkədar tabelisi 1846. Üçü də çıxıram, cavab qaldı nə? A variantı. 4 və 5. Yoxlamıram, yəqin ki, düz olar. Neolit dövrün ən böyük nailiyyətlərindəndir. Əlbəttə ki, süni suvarma tunc dövrüdür, mezolit dövrüdür, paleolit dövrüdür, erkən tunc dövrüdür. Qaldı da C variantı. Səlcuq dövlətinin paytaxtının Rey şəhərinə köçürülməsinin məqsədi nə idi uşaqlar? Hərbi yürüşləri daha yaxın məsafədən idarə etmək üçün. Cavab olacaq E variantı. Nisbətən sadə suallardır bunlar. Atropaten hökmdarı Artabazanın hakimiyyəti deyil. Artabazan deyək ki, bizim avtomatik ağlımıza nə gəlməlidir? Əlbəttə ki, Seleviklər gəlməlidir. Eradan əvvəl 223-cü ildə Artabazan Selevikdən asiliyyətə düşmüşdü. Sonra 8-cı sualımızda Böyük Adalar Xartiyası iri feodallara geniş hüquqlar verildi. Şəhərlərin mövcud azadlıqları nə oldu? Deməli, bərpa edildi və 3-cü xüsusiyyət tapmalıyıq ki, baxın, burada biz nə edirik? Avropadan siyahəlmə Vilhelmə aiddir. Parlament qanunlarının verilməsində iştirak etmək 14-cü əsrə aiddir. Bu Böyük Adalar Xartiyası 1215-ci ildə baş vermişdi. Deməli, kral özünü papanın vassalı elan etdi. Bunun deməli şeyə aidiyyəti yoxdur. 1215-ci ilə aidiyyəti yoxdur. Sonra bütün kral vassallarından müəyyən ediləndən artıq vergi ala bilməzdi. Bəli. Cavabımız elə E variantı olacaq. Qara Yusif və uzun əsrlərin mərkəzləşmiş dövlət qurmasına mane olan amillər. Birincisi istisnasız soyurqal sisteminin olmasıdır. İstisnasız. İkincisi isə qanunverici orqan nə gəzirdi bizdə? Bir də çıxırıq. Elatlara nəzarətin tam mümkün olmaması. Bəli. Cavab oldu C variantı. Osmanlı'la müharibə bilirsiniz ki, Qaraqoyunlu aparmayıb. Ona görə 1 və 2 ilə cavablardan çıxan kimi cavabımız qalır 3-4. Daha əvvəl baş vermişdir. Niqbolo döyüşü 1396-cı il. 100 illik müharibəyə başa çatması 1453. Əmir Teymurun Dehli Sultanlığını tabi etməsi 1398-99 yürüşləridir. İngiltərədə ilk parlament 1265-dir. Xaçlıların Konstantinopolu qarət etməsi 1204-dür. Daha əvvəl dediyinə görə təbii ki, cavab olacaq E variantı. 14-cü əsrin 50-80-cı illərində Azərbaycan tarixçi xarakterikdir. Təbrizin Qızıl Ordu xan tərəfindən tutulması. 1350-lərdə biz Canıbəyi qeyd edə bilərik. Azərbaycan Canıbəy. 80-cı illərdə isə Toxtamışı qeyd edə bilərik. Bəli, bu doğru olar. Azərbaycanın Teymurilərin hücumlarında 50-ci illərdə Teymurilər yox idi. Şirvanın Dərbəndilər tərəfindən idarə edilməsi 50-ci illərdə Dərbəndilər də yox idi. 1382-də hakimiyyətə gəliblər. Cəlalilərin Azərbaycanda hökmranlıq etməsi bəli. Cavab olacaq 1 və 4. Axund dövlətindən fərqli olaraq Ərəb xilafəti Sasanilərə qarşı mübarizə aparmışdı hər ikisi. Axund bilirsiniz ki, Axsuvar xan dövründə Xəzər xaqanlığının orduları ilə toqquşmuşdu. Bəli. Deməli, xaqanlığı Axundlar görməyiblər, ərəblər görüblər amma. Şimal-Qərbi Hindistanda bir sıra ərazilər ələ keçirmişdi. Bu ikisinə də aiddir. Demək olar ki, çünki ərəblərin də Hindistana yürüşü var. Bizans torpaqlarını fəth etmişdi. Bəli. 2 və 4. Desəniz Bizans torpaqları hansı idi? Məsələn, Suriya, Fələstini falan deyə bilərik Misri. Xəritədə işarələnmiş dövlətin hansı dövlətdir? Şirvanşahlar. Düzdürmü? Deyir ki, həmin dövlətin Osmanlı ilə bağlı
Yox, Qaraqoyunlu dövləti ilə bağlı, üzr istəyirəm. Qaraqoyunlu dövləti ilə bağlı münasibətlərinə aiddir. Şirvanşahlar. Baxırıq. Kür çayı sahəsində hərbi toqquşmanın baş verməsi doğrudur. Qara Yusif ilə birlikdə Əmir Teymura qarşı mübarizə aparması yanlışdır. Cahanşahın dövründə tərəflər arasında gərginliyin aradan qaldırılması doğrudur. Qaraqoyunlu dövlətinin asılı vetə salınması yanlışdır. Bu tərsinə olmalıdır. Qaraqoyunlular Şirvanşahları asılı vetə salıblar. 86-da deməli məşrutə hərəkatının baş verməsi bu 1905 yazaq bura. Bakı-Tiflis dəmir yolu 1883-dür. Erzincan 1917 dekabr ayıdır. Yezdivetpol quberniyası 1868-dir. Nə olacaq cavabımız? 4, 2, 1, 3. Sonra uyğunluğu müəyyən edəcəyik. İri məmurlara ziyamət adlanan torpaq Timardan ziyamət hardaydı? Osmanlıdaydı. Kulikova döyüşündə məğlubiyyətə uğrayan Qızıl Orduydu. Cuzi nəslindən onlar da Qızıl Orduydu. Xələcilər dediksə Dehli Sultanlığı, Bizansın Anadoludan qovulması Osmanlıya aiddir. 1-dir, 2 A-yı, 3 B-ci. Sonra sizə təqdim olunmuş mətni diqqətlə oxuyaq və verilən suallara cavab verək baş üstə. Deməli, burada mən biraz baxmışam. Sara xatunla Mehmetdə olan söhbətlərdən gedir. Siz yəqin özünüz də oxumusunuz. Məmmədə bəhs olunan dialoq əsasında Sara xatunun iki məqsədini qeyd edin. Aydındır. Burada iki dənə uzun əsərin Sara xatunları göndərmədə məqsəd nə idi? İki dənə məqsədi. Birincisi, Osmanlıları Ağqoyunlularla deməli, müharibə etmək fikrindən daşındırmaq idi. Müharibədən daşındırmaq. Elə qısa-qısa yazın. İkincisi isə Trabzon məsələsidir, düzdürmü? Trabzonu işğal edilməsinə imkan verməmək. Və bilirsiniz ki, bunun birincisini bacarır, ikincisini bacarmır. Sülh danışıqlarında Trabzon ilə qohumluq əlaqələrini əsas gətirən deməli, Sara xatun nə olur? Əlbəttə ki, xəzinənin bölüşdürülməsi məsələsidir ki, burada deməli, Trabzon xəzinəsinin yarısını mı, ya bir hissəsini mi neyinir? Alır, gətirir, qoyur cibinə. 90-da Ağqoyunlular üçün Trabzonun əhəmiyyətini göstərən mənbədə verilməyən səbəb nə idi? Baxaq biz, mənbədə verilməyən deməli. Aha, bunu hamımız bilirik. Yəqin ki, burada, mən diqqətlə baxmıyorum, amma yəqin ki, burada Qaradəniz məsələsidir ki, Trabzon bilirsiniz ki, Ağqoyunluların Qaradənizə çıxış məntəqəsi idi. Və 1461-ci ildə Osmanlılar onu işğal edəcəklər. Ağqoyunluların Qaradənizə çıxış məntəqəsi itirilmiş olacaq. Belə uşaqlar, təşəkkür edirəm. Tez bazar dedim, inşallah ki, nəzərə alarsınız, yenə də deyirəm. Təşəkkürlər.